Son vaxtlar ən çox sorulan sual imtahana nələr düşəcək, hansı mövzular, müfrədət nə olacaq? Gəlin ondan danışaq. İstənilən bir dənə kitab aça bilərsiniz göz sürə. Metropol, Quark, Puza fərqi yoxdur. Birinin üstündən danışaq. Məsələn, gəlin buradan elə. Bir dənə inşallah açarıq. Qalata mət 1 olsun. Buradan mət 1-dən çox az mövzuda düşməyəcək. Bir mündəricət açaq. Baxın millət, nələr düşür? Temel kavramlar, sadə hesablamalarda düşür, rasional sayılar düşür, denkləmlərdir, üslü ifadələrdir, köklər, bunlar hamısı düşür. Bir dənə problem taban aritmetikidir, bu düşməyəcək, bunu işləmirsiniz. Sonra mantık, logik, bunlar düşməyəcək, cəbri mantık olan. Kartezyen çarpımı düşməz, modulyar aritmetik düşməz, problemlər düşməz. Mət 1-dən qalan gördüyünüz hər şey düşəcək. Yəni bunları da bir təmizləsəm, x-dadığım hər şey düşməyəcək. Bir də mət 2-sinə gəlin baxaq. Mət 2-dən çox az bir mövzu düşür. 3-4 dənə mövzumuz var. Yəni mət 2-dən də nələri götürüb işləyirik? İkinci dərəcədən denkləm, eşitsizlik, parabol. Başqa heç bir şey düşməyəcək. Trigonometrisidir, karmaşıq sayıdır, kompleksidir. Bunlar düşməz. Bir də polinom. Mət 2-dən düşəcək suallar bunlar. Bunları işləyirsiniz. Bir dənə də geometrisinə baxaq. Məntiq məlum məsələdə bütün mövzular düşür. Bir dənə də test bank açaq geometri. Məsələn, Canerin geometrisinin üstündən deyim. Onsa bütün mövzular aşağı yuxarı hamısında eynidir. Deməli, bunlar düşür. Açıdır, üçgəndə açıdır, üçgənlər, dörtgənlər, çoxgənlər. Bunlar hamısı düşəcək. Bir dənə siz burada işləmirsiniz nəyi? Vektorları, bir də katı cisimləri. Qalan bütün mövzuları geometride işləməz. Baxın, buradan bura qədər, analitik geometriyə qədər işləyəsiniz. Bunlar düşənlərdir.